Bunlar Rəbbinin sənə vəhy etdiyi hikmətdəndir. Allahla yanaşı başqa məbuda ibadət etmə, yoxsa qınanmış və qovulmuş halda cəhənnəmə atılarsan. Doğrudanmı Rəbbiniz oğlanları sizin üçün seçib, özünə isə mələklərdən qızlar götürüb? Siz həqiqətən də olduqca yaramaz söz danışırsınız. Biz bu Quranda dinin ehkamlarını izah etdik ki, onlar düşünüb ibrət alsınlar. Lakin bu onların yalnız nifrətini artırır. De ki, əgər müşriklərin söylədikləri kimi Allahla yanaşı başqa məbudlar olsaydı, onlar ərş sahibinin yanına çatmaq üçün yol axtarardılar. Allah müşriklərin söylədiklərindən çox uzaq və çox ucadır.